Yayda Qarabağın seyrinə çıxsam, Şuşada ilk qonaq qalmasam olmur. Silsilə dağların seyrinə dalıb, tər güllərdən ilham almasam olmur. Göyçədən bu yana, Laçından bəri, dolanıb Ağdamı, gəzib Bərdəni, ürəyim yananda içib tərtəri, qırqızda xəyala dalmasam olmur. Uşaqlar Dilcanda, moruq yığanda, Kəpəzdə, Qoşqarda dolu yağanda, Ceyranlı, Kəhlikli, Mildə, Muğanda vurğunu yadıma salmasam olmur. Bir qədim diyarın elin toyunda, süzür durna kimi gəlin toyunda, şərafət bu yurdun cənnət qoynunda könlümün sazını çalmasam olmur. Könlümün sazını çalmasam olmur. Bu şeir gözəl şairimiz Şərafət Dağıstanlındır. Bunu oxuyan xanəndələr, müğənnilər bunun 3 bəndini oxuyurlar. Hansı ki orada Kəpəzin adı var, Qoşqarın adı var, nə bilim Ağdam adı var, Şuşanın adı var. Onu oxuyurlar, axırıncı bəndi oxumurlar. Bu müəllifə hörmətsizlik və haqsızlıqdır. Ya da ki oxuyanların savadsızlığıdır. Bax yazılıb tanınmış şairə, jurnalist Şərafət xanıma can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. Doğum günündə təbrik edirik. Ekologiya qəzetinin redaksiya heyəti. Bu hardasa bir şeir 20 ildir məndədir. Məndə belə bir 15-dir, 20-dir belə dəftərləri var, xatirə dəftərləri. Orada sayısız hesabsız şairlərin şeirləri var. Mən xanəndələrdən, müğənnilərdən xahiş edirəm ki, sənətlərinə hörmət elədilər kimi, şairlərin də sözlərini hörmət eləsinlər. Əli əleyhissalama soruşurlar ki, ya Ali, dünyada donuz ətindən mundar nədir? Deyib, insanların haqqını yemək, donuz ətini yeməkdən 1000 dəfə murdardır.